Hamıya salam. Mən video atmışdım və o video Metekaya Ecel haqqındaydı. Demişdim ki, yəni Metekaya Ecel'i eleştirilmiş. Və bəzi adamlar onun haqqında yorum edib. Yəni pes yorum. Bu gün onlara cavab verəcəyik. Ən birinci yorumumuzu ekrana qoyuram. Ən birinci yorumumuzu yazan Abidovdur. Abidov 77. Və bunu yazıb. Kayıfdasan? Hə, qaqa, kayıfdayam, əlbəttə ki. Ayqa, ən birincisi, məni sevmirsənsə, kanaldan çıx. Mədəni bir şəkildə dedim, əgər bu videoya da pes bir yorum eləsən, baxmaram, indi mən uşağam, 11 yaşım olacaq. Bildiyim bütün söyüşləri yağdıraram. İkincisi, Revnes, dur os. Ağa, mən bacarmıram, ən yaxşı sən elə. Sən onun haqqında da bəzi şeyləri yazmışam, indi ekranda görəsiniz. Baxın, Revnes yazıb ki, dur os, mən də yazmışam ki, mən də sakitcənə demişəm ki, elənci deyirsən, qaqa, əziyyət çəkirəm o qədər. O da belənci deyib. Onun tərəfini tutmuram, deyirəm ki, o çox əziyyət çəkir. Sən isə onu araya qoyursan. Səncə sən, görməlisən səncə. Qaqa, mən də demişəm ki, o mən lağ edib. Ən birinci şey. O, mən ən birinci videomda atandan 2-3 saat sonra gördüm ki, Instagramdan mesaj gəlib. Haqqımda bəzi pis şeylər deyib. Yəni, indi deyəsiniz ki, əşi yalan danışmam. Həqiqətən deyirəm. Ondan sonra Instagramı ostur elədim mən. Instagram ta işlətmirəm. Çünki artıq bezmişəm belən şeydən işlətməkdən. O deyib ki, daha kiçiksinən dur ostur da qardaşım bulət. Nəysə, içimi daha da çox dökmürəm. Qaqa, Revnes, səni tutaram, elə... Hayır, soyamıram. Səni tutub. Eləyərəm də, yəni o dərəcədə sən məni əsəbləşdiribsən. Allah ki, eləncənəmə, bundan da ağırcan söyüm. Nəysə, indi o söyüşə sansür qoydum. Yəni, Metekaya Ecel haqqıdan ki, Allah ki, indi danışamıram. Əsəbdən. Yəni, o adamlar gəlsin, lazım olsa özümə desin. Bax, hamısına deyirəm, hamısını indi bura qoydum. Aha da bunlar. Ən çox da Revnes, ən birinci, Reznev. Kanardan dur, os. İndi mənə baxın. Əgər bu videonun altına nə yazsaz, hamısını sökərəm də burada. Nə yazdınız, nə söz yazdınız. Allah, sizə dava açaram. Davanın dibini açaram sizə. Baxmayın elənci, mən balacıyam, nəyəm? Mən ya böyüyəm, ya balaca. Amma içim böyüdü mən, Allah. Polisin nömrəsini də bilirəm. 102. Yığdım davanı dedim. Davanı açdım. Anam, atam, hamısı gələcək. Sizə soxuşduracaqlar, Quran haqqı. Onun üçün də artıq bu məsələyə dayanın.
saçmalık. Bilirsen hata nerede, bilirsen hiç şaşırmam, kafanı şişirmem. Nasıl birisin beni böyle